Hər 4 qadından biri çanaq orqanlarının sallanması şikayətini qeyd edir. Qadınlarda hər təbii doğumdan sonraki dəyişikliklər, artıq çəki və yaşla bağlı dəyişikliklər çanaq tibinin əzələr və bağ strukturlarını zəifləyib uşaqlığın sallanmasına səbəb olur. Bu özünü müxtəlif simptomlarla göstərir. Bel ağrısı, aralıq nahiyəsində dolğunluq və güc hissinin gəlməsi, pasientlərin həyat keyfiyyətini çox azaldır. Sallanmanın növündən asılı olaraq sidik qaçırtma və qəbizlik problemləri də eyni anda ola bilər. Bu halda ən effektiv və müasir metodlardan biri laparoskopik üsulla olan rekonstruktiv əməliyyatlardır. Bizim klinikamızda ən son texnologiyalarla minimal invaziv əməliyyat növləri həyata keçirilir. Pasientlərimizin qısa bir zamanda işləmdən sonra normal həyata qayıdıb sağlam yaşam tərzini davam etdirirlər.